Salam aleyküm. Şagirdlərin artıq müəyyən qismi qoşuldu deyə məncə başlaya bilərik. Hər dəfə olduğu kimi yenə dərsi rekord edirəm, yaddaşda saxlayıram. İnşallah YouTube'da paylaşacağım. Kimlərin imkanı olmasa girsin oradan baxsın. Yavaş-yavaş cavabları da deyin, yazaq. Salam Fuad. Artıq cavabları yazırsınız. Mən buradan çatı açım. Buradan baxın. Siz yazın yavaş-yavaş cavabları. Birə A yazanlar var. Siz yaza-yaza mən yavaş-yavaş baxım. Kimin nə sualı olsa versin. Deməli bizdən nə istəyir? Choose the correct sentences with the noun in the possessive case. İsmi yeri halda olan düzgün cümlələri seçin. The actor's popularity will guarantee the success of the film. Burada the actor's popularity, aktyorun populyarlığı, məşhurluğu. Bəli, bu yeri oldu. Bunu götürürük. Deməli, aktyorun məşhurluğu kinonun uğurunu garanti altına alacaq. Bəli, bu cavabdır. Biri götürdük. Deməli, mən buna test yolu ilə yanaşası olsam, əgər biri dəqiq cavab tapmışamsa, 4 dənə cavabda cavab olmadığına görə bunlar səhv çıxacaq. Sadəcə olaraq mən cavab yolu işləmirəm deyə, hamısını bir-bir izah edirəm deyə, bir-bir indi deməliyik ki, burada nə düzdür, nə səhv. Lap istəsəz o mesaj yerinə yaza bilərsiniz ki, məsələn, tutaq ki da, məsəl üçün, burada mənim eminit belə yazıla bilməz. Siz yazın ki, mən bilim ki, dəqiq cavabı tapmışıq. 2-də Jane's answer to Nick's message disturbed him. Burada bir başqa bir nüans da var, onu da deyəcəm. Deməli, Jane'in Nick'in mesajına olan cavabı onu narahat elədi. Jane'in cavabı, bəli, bu ismin yeri oldu, ikində götürürük. Burada mənə bir başqa bir mövzu maraqlıdır ki, ola topulda var, o münsiflərin toplusunda var. Answer feilindən və ismindən sonra artikel məsələsi. Biz bilirik ki, to answer feilinin sözönsü yoxdur. Ondan sonra çıx qoyuruq, x atırıq, düzdür? Amma an answer olanda, yəni answer isim olanda sözönü ilə işlənir. Burada onu gördüm, deməliyəm də bilirsiniz, mən də bir şey görmüşsəm, onun davamını mütləq deməliyəm. Ona görə bax, burada answer ilə to işlənir. Halbuki feil olsa onun sözönsü yox. Bu belə. Düzdür? Bu ayrıca mövzudur deyə bunu mötərizdə yazıram. Bu söhbətə dəxli yox. Buyuraq. A sudden phone call broke a minute's silence. A minute's silence belə yazılır. Çünki biz bilirik ki, əgər bir sözün qabağında e artıqlı gəlirsə, o təkdə olmalıdır. O olmalıdır a minute, sonra apostrof s, sonra silence. İndi bir başqa məsələ var. Burada bəzən uşaq nəzərə alınır ki, buradakı söhbət gedir e artiklının bu minute kəlməsinə aid olmağından. Məsələn, çox uşaq elə bilir ki, burada e artiklı silence-indir. Yox. Çünki mən əvvəlcə 1 dəqiqə deməliyəm, a minute. Sonra o 1 dəqiqədən yeri düzəltməliyəm. Belə şeylərə ehtiyatlı olmaq lazım. Sonra, üçü də yazdılar məsələn ki, apostrof s olardı. 3 getdi. A minute silence belə yazılmır. Onlara unutulur. 4-də Mr. Taylor is Rose and Sandra's father. Bu səhvdir. Niyə görə səhvdir? Çünki 2 dənə apostrof s-ə cəmdə atalar düşməliydi və bu cümlədə əgər 2 apostrof s yazılıbsa, burada bütün yazılışlar səhvdir. Çünki əvvəla bu fazə cəmlənməli idi, sonra bu iz cəmlənməli idi, ar olmalıydı, bir də bir nəfər cəmdə ola bilməz deyə bu adam da, burada da 2 nəfər olmalı idi. Ona görə burada ən düzgün variant bu olardı ki, bax, bu apostrof s yazılmayaydı. Belə olaydı ki, Mr. Taylor is Rose and Sandra's father. Ən gözəl variant bu. Mr. Taylor Rosa və Sandra'nın atasıdır. Buradakı məntiq də odur ki, Rosa və Sandra'nın ataları ortaqda, yəni bir atası var. Belə özüyle bacı qardaşdılar və s. 2 bacıdırlar, 2 qardaşdılar və həmin məntiqdir buradakı. Ona görə orada 2 apostrofis ola bilməz. 1 apostrofis olmalıdır. Sonra the man went into the chemist's shop. Bunu da əvvəldən bilirik ki, təkcə the chemist's bəsdir ki, heç bura shop yazılmasa da, mən bunu alıram mötəriziyə. Bura shop yazılmasa da,
Bu böyle mötərizələr değişim ki, yəni bunun bu haşiyyətdə, bu söhbətə dəxli yoxdur. Söz önəmi mövzusundandır bu. Buradakı şok yazılmasa belə bu ideallik oldu. Və bəli, bizim bu qaraladıqlarımızla düzgün cavab 1, 2, 5. Bir ilə bağlı sualınız varsa verin, yoxsa keçək ikiyə. Hə. İzahları yazanlar var, sağ olsunlar. Böyle. Baxıram ki, düz də yazırlar. Deməli, ikiyə əksəriyyət adam D yazır. Yoxlayacağım mən onu. Deməli, yəqin ki, razısınız ki, itsepiti özü sabit birləşmədir. Yəni, onun belə çıxmasın. Demək olar ki, heç artiklə dəxli yoxdur. Mən artikl dərsini bilməsəm belə, itsepitini bilirəmsə, bilirəm ki, bu artiklına işlənməlidir. B bəndində Z ilə veriblər səhvdir. Bu belə getdi. Y bəndində həmin o itsepitinin artikli yoxdur, səhvdir. Düzdür. Burada özüm yarımçıq atıram ki, biləsiniz ki, mən nəyi atdım burada? Çünki mənim variantı atmaqdan çox o səhv olan cavabı atmaqdandır işim. Çünki məsələn, bütün B bəndinin altına xət çəksəm, uşaq qalacaq biləmsən ki, məndən beni burada nə yazılır? Amma imin birincini gördüm deyə mən elə o kömək eləyir. Yeni bilgilənləri də qəbul edək. Deməli, bunlar belə getdi. Sonra deyir ki, weather is so bad. Bu zeveze is so bad olmalıdır. Çünki hava pisdir. Hətta çox pisdir deyil. Elə ilə bugünkü havadır. Bugünkü havadan danışır deyə, yəni məntiq odur ki, hansı hava pisdir? Ümumiyyətlə hava pis deyil axı, hava pisdir. Bugünkü hava pisdir mənasında qabağında Z artıq yazılır və 4 cavabın 4-ündə də Z var. Demək ki, mənim benim tullamışam 3-ü qalıb. A, C, D variantlarında bu soldakı VZ ilə işim yox. Ən böyük məsələ burada uşaqlar it is such cold weather məsələsidir. Deməli, bu it is such cold weather mənim işim yadımdadır. 2001-ci ilin bankları var idi o vaxt. İndi siz toplu işləyirsiniz, o vaxt bank idi. O banklarda, bank deyil, bank. Bank, nə istəyirsiniz deyin adına. O banklarda bu sualdan var idi və əksəriyyət adam fikirləşirdi ki, buradakı weather-ın qabağına cold gəlib deyə artikl yazmaq lazımdır. Burada bir neçə nüans var. Mən deyə yazacağım burada aşağıda boş yerdən. Siz də baxın ki, mən nə deyirəm. Məsələn, bax, tutaq ki, time yazıblar. Sən də deyirsən ki, time vaxt mənasında sayılmır. Amma a good time ifadəsində, a good time ifadəsində artiklı var. Məsələn, biz bilirik ki, sayılmayan simlərin əksəriyyətinin qabağına təyin də gəlsə, artiklı yazılmır. Amma bəzi sayılmayan simlər, elə sayılmayan simlər var ki, onların qabağına təsvir edici təyin gələndə özü ilə artiklı yazılır. Məsələn, bir misal çəkdim mən vaxt kəlməsini. Başqa misal çəkəsi olsa, məsələn, biz bilirik ki, İngilis dilində yeməklər, məsələn, səhər yeməyi, breakfast, düzdür. Sonra gəlir lunch, sonra gəlir dinner, supper, düzdürmü? Bunlardır. Sonra biz bilirik ki, 4 dənə fəsil adları, məsələn, yaz, yay, payız, qış. İndi hərəsindən bir iki dənə yazsam, məncə bəs eləyər də, nə dediyim anlaşılacaq. Bunların qabağına mənim artikl yazmağa normalda ixtiyarım yox. Amma bunların qabağına təsvir edici təyin gələndə artikl gətirir. Məsələn, mən deyirəm, a big breakfast. Düzdür. Və yaxud da a light supper. Böyük bir səhər yeməyi. Türklər məsələn yoxdur, səlmə kahvaltı. Belə bir şey. Və yaxud da yüngül bir şam yeməyi. Bula bilirsiniz. Və yaxud da isti bir yay. Bula bilirsən ki, belədir. Amma bu kəlimələr, adını bura aşağı yazdım ha. Bunlar bütün sayılmayan isimlərin başını bağlaya bilməz. Yəni mən deyəmərəm ki, harada sayılmayan isim var, qabağına sifət gəldi, oraya yazmışdır, xeyr, öyle şey yoxdur. Sayılmayan ismin qabağına artikl yazmazlar. Yəni EN-dən gedir, o zaman EN yazmazlar. Oflu ifadə yaranmayıbsa, o heç oflu ifadə yazılır, zaten onun qabağında olur o. Tutaq ki, mənə yazıblar, məsələn, fönlişə kəliməsi. Düzdür? Mən fönlişənin qabağına durub-dururkən EN yaza bilmərəm ki. Düzdür? Burada da eyni məntiqdir. Yəni, insan saçdan sonra EN-i eşidir, amma nəzər almır ki, mən cold weather-ın qabağına EN yaza bilmərəm. Ona görə, məsələn, Z yazmıram bu heç. Habəndəki Z getdi. Sonra EN yazmıram. C bəndi getdi. Bayaqları Y bəndini tullamışdım. Onu bir də tullayıram. Orada da EN yazılıb. Düzdür. O məntiqlə düzgün cavab alır. Bu variantı da çox da düzəltmişdir. Such cold weather. Deməli, uşağın bir yazır ki, müəllim, biz bunları necə fərqləndirə bilərik? Bunu fərqləndirməyin yolu budur. Deməli, biz
belə deyim də, bizim kitabda yadımda rəqəm sayısı düz qalıbsa, bir 200 plus 213 dənə idi rəqəmdə düz qalıbsa, sayılmayan isim var idi, düzdür? Siz fikir verirsinizsə, mən burada onların indi cəmi 4, 4, 8, bir də timer edim 9. Şifahi bir iki misal çəkəsi olsa, məsələn, Nuris kəlməsi bu siyahıda var. Gəlin belə danışaq da, məsələn, 213 dənə sayılmayan isim varsa, onun 200-ündə bu qayda keçərlidir ki, qabağına təyin edəndə artıq gəlməz. Sadəcə o 200-dən artıq qalan var. Yəni 9-dan nə demək, 13-dən nə demək, 15-dən nə demək. Sadəcə onları əzbərləyir ki, bunların qabağına sifət gələndə artikl gəlir. Onun da 4-ü bu yemək adlarıdır, yeməklər. 4-ü fəsillərdir. Bir-iki də əlavə kəlmədə, məsələn, time var, knowledge var, bunlar. Yəni bu məsələn ki, daha 100-150-yə çıxanməz mən deyim ki, uşaq səhv salarsa bunları, elə bir şey yox. Başqa bir sualınız yoxdursa 2 ilə bağlı, keçək 3-ə. Siz də sağ olun. 2 ilə bağlı başqa problem yoxsa keçək 3-ə. Əvəzlik, biraz məna, tərcümə, belə bir test. Aha. Əksəriyyət uşaq A bəndi yazır. Bu bəndi onu yoxlayacağıq. Deməli, when, where's is lost. Bu simlərdən biri is lost. Da mən də bu variantda oxumaq istəmirəm də. When hers is lost, bir də when mind is lost. Elnur soruşur ki, mind düşüncə mənası verir. Düşüncə, fikir, beyin, ağıl. Bəli, bu məna demək olar. Ömər Yazılovdan ağıl. Deməli, nədir burada? Təbii ki, A bəndə cavabını yerinə qoydunuz, yoxladınız. Məsələn, burada elə bir cavablar var ki, onlar mübtəda xəbər uzlaşmasında yoxdur. Mümkün deyil ondan cavab ola. O ki, mən onu yerinə qoyam, yoxlayam. Sonra, eyni özündən sonra isim istəyir. Mən onu hara yazım bura? Bu variantlara heç ümumiyyətlə baxmağa dəyməz. Nayzədən sonra isim gələrdi, nə bilim, kəlməsi təsəvvür olunardı. Belə-belə maddələr var. Burada biz üçün ən gözəl cavab bu törəmələrdir ki, onlar ilə isimsiz işlənər deyə mübtəda olur, xəbər təkdə olur. Və mənə burada mübtəda xəbər uzlaşmasından başqa biraz da məna kimi edir ki, mən cavabı bəndə götürüm. Deyir, when where's is lost, nothing is lost. Burada indi təbii ki, mənaya görədir deyə bu cümləni rahatlıqla qururuq biz. When hers is lost, something is lost. When mind is lost, everything is lost. Deyir ki, var dövlət itəndə heç nə itir. Sağlamlıq itəndə nəsə itir. Ağıl itəndə hər şey itir. Yəni burada bu dünya malının, nə bilim mən, can sağlamlığının və s. ağılla olan müqayisəsini verir. Bir növ, belə deyim də, qrammatikadan çox sanki fəlsəfə cümləsidir. Yəni insan ağılını itirsə, nə inir o pulu, nə inir o başqa şeyi? Bu məntiqlə. Ona görə sağ olun, məndə cavab bəli düzdür. Buyuraq 4-ə. 3 ilə bağlı sualınız yoxdursa, yavaş-yavaş 4-cü cavablarını yazın. Aha, əksəriyyət uşaq C yazdı, yoxlayacam bir-bir. Deməli, Mrs. Sun is zen our neighbors. Birinci cümlədə mən zən görürəm. Bizim üçün də zən Allahdan əliyədir də. Zən varsa, deməli, müqayisə dərəcəsi var, düzdürmü? Birinci bunun altından xət çəkirəm ki, zənə görə müqayisə edəcəm. Zənə görə müqayisə yazmalıyamsa, A, C, D-da müqayisə görmürəm. Bəli, inşallah yazırlar, sağ olsunlar, kömək edirlər, yazaq. Birə deməli olmalıdır B və Y. Birə B və Y olan variant da bəxtimizdən bircə dənə C-dədir, başqa yerdə yox. Deməli, elə avtomatik o cavab çıxacaq, siz də onu yazmışsınız. Mən o biləri yoxlayacağım amma. 2-də Discovery Read the News. Şöyle bundan ehtiyatlı olaq. Read burada keçmiş zamandır. Qabağımdan yazıram. Çünki o da digər dəstələrə dəxli var deyə yazıram past simple. Düzdür, bunun sifətə, zərfə heç bir dəxli yoxdur. Sadəcə olaraq o dediyim kimi də məsələn indiki zaman olsaydı reads olardı. Keçmişdi ki Discovery Read yazılıb. Düzdür? Mütləq xəbər uzlaşmasının baxımından. Zaman forması baxımından. İndi mənə this girl read the news deyirsə, hər halda burada read feilinə görə bir şeylər götürməliyəm mən. Düzdür, onun altından xəbərin xəttini çəkim ki, həm mübtəda xəbər uzlaşması görsənsin, həm də niyə gedib A-nı götürdüyümüz bilinsin. Burada da söhbət nədən gedir? Söhbət ondan gedir ki, mən bura yazmalıyam zərf.
Çünki mən oxumaq feilinə, hərəkət feilinə sifət yazam bilərəm. Bəli, put sülaləsi. Qaldı ki, əzəz arasında nə yazarlar? Əzəz arasında adi dərəcə yazarlar. Düzdür? Adi dərəcə də burada bir dənə elə d-da görürəm. Başqa bir adi dərəcə görmürəm. Hə, bir də A bəndindəki zəft adi dərəcədir. Sadəcə olaraq mənim burada to be-dən sonra heç bir hərəkət yoxdur deyə, to be də bağlayıcı feil deyə sifət yazmalıyım. Ona da düzgün cavab olur. B, Y 1-ə, A 2-yə, D-da 3-ə düzgün cavab C. Başqa sualınız yoxsa 4-lə bağlı keçək 5-ə. Uşaqlar, 5-də 2 dərsi bilməliyəm mən. Mən burada 5-i, 4-ü da keçdik 4-dən. 5-i salıram aşağı, bəzi məsələləri yazıram bura. Ondan sonra elə sizin dediklərinizdən mən bunu alacam. Görüm nə variantı fikirləşirik. Deməli, mən 5-i düzgün yaza bilmək üçün 4 feilin düzgün formalarını bilməliyəm. Bunun başında gəlir to lie feili, sonra gəlir to lay feili, to rise feili, bir də to raise feili. Bax, mən bunların raisi, mən bunların fərqlərini bilməsəm, bu testi düz yaza bilməyəcəm. Lie feilinin deməli 2 halı var. 2 dəfə lie yazacağam. Çünki to lie feilinin 2 forması var. Qaydalı olan mənası var, qaydasız olan mənası var. Lay feili bir dənədir o heç. Prosta amonimliyi var deyə onu toxunmaq lazımdır. Rise və raise'in də mənalarını biləndən sonra bu məsələ həll olunacaq. Bir də burada bilməli olduğumuz məsələlərdən biri təsirli və təsirsiz feillər məsələsidir. Ehtiyatla yanaşaq. To lie feilinin birinci mənası, gəlin asanından başlayaq da, yalan danışmaq mənasından başlayaq, o qaydalı feildir orada. Yalan danışmaq mənasında lie feili qaydalıdır, olur lied, bir də lied. Adi die feili kimi, ölmək feili kimi. Düzdür, died, belə. Amma lie feili, uzanmaq, bir də yerləşmək mənasında qaydasız feildir. Keçmiş zamanda olur lay, düzdür, lay feili. Həmin bu lay feili bayaqki qoymaq feili ilə amonimliyi təşkil edir. İndi bir dənə məsələ var burada. Uzanmaq və yerləşmək feilləri məndən intransitive yazım qabağına. Deməli, lay, lean, bunun partisiple yazaq. Yəni təsirsiz feildir bu. Siz. Düzdür? Amma qoymaq feili lay. O, deməli, keçmişdə lead, partisiple da lead olur. Düzdür? Neyi isə qoymaqdır deyə transitive olur. Transitive. Mənası da təsirli. Düzdür? İndi bu dediklərimi rise-dən raise-in üzərində izahlayacağım. Bir də bunlarla bağlı bir-iki məsələyə danışım, keçəcəm rise-dən raise-ə. Deməli, lay yalan danışmaq, məsələn, tutaq ki, bir adam deyir ki, ay nə və lay, mən heç yalan danışmıram. Düzdür, bu adı feil. İndi uzanmaq feili. Düzdür. Deyirəm ki, indiki zamanda I lie, he lies. Keçmiş zamanda I lay, mən uzandım. He lay, o uzandı. Keçmiş zamanda. Partisiple da lay'indir. Məsələn, I have lain, she has lain belə. Təsirsiz feil olduğunu görə səndən isim istəmir. Yəni, uzaq başı sözünü ilə bir isim istəyər də. Mən arada uzandım divanda, kresloda, nə bilim mən, yataqda və s. Düzdür? Belə. Bu bizdə təsirsiz deyə isim istəmir. İndi gəl qoymaq feilinə. To lay feil. Hə, to lay feili təsirli feildir deyə. Sən bunu tək başına işlətmirsən. Mən qoymaq deyən kimi uşaq ürəyində deyir ki, nə, hara, necə, falan. Nəyi? Mənə bu sual lazımdır ki, qoymaq nəyi? Tutaq ki. Bunun ən qəşəng ifadələrindən biri to lay the table. Süfrə açmaq. Süfrəyə bir şeylər qoymaq. Bunun kitablarımızda olan, topulda falan olan kəlmələrindən biri to lay an egg. Yumurta qoymaq, yumurtlamaq. Bir dənə özümdən ifadə yazıram. To lay a wreath.
Gül, əklil qoymaq, çələng qoymaq. To lay errands. Sonra, məsələn, əmr cümləsi olur. Dərsdə uşağa çəkə bala. Bu deyil, bir qəşəng yazdı. To lay the foundation, əsasını qoymaq. Qəşəng, hələ iki dənə var indi o əmr cümləsini deyəcəm. To lay the foundation, əsasını qoymaq, təsis eləmək. Sonra, to lay the blame on somebody, günahı kiminsə boynuna qoymaq. İndi fikir verirsinizsə, somebody, nəsə düz getmə olur tabii. Aha. Fikir verirsinizsə, mən leyi tək başına işlədə bilmədim. İndi siz ona məsələn hərə bir dənəsini yazsa, bir 5 dənə le ilə ifadə yazsan, hamısı sizinlə gələcək, tək başına gəlməyəcək. Məsələn, uşaq çəkə bala, qoy o telefonu bir qırağa. Lay the telephone və ya da z telephone bir qırağa, aside. Düzdür? Bax, fikir verin. Lay özü ilə nə gətirdi hər dəfə? İsim. Amma layda belə bir şey var. Yox. İndi rise və raise feillər. Bənzərdir. Rise-ə yazıram qalxmaq. Düzdür? Qalxmaq. Qaydasız feildir. Rose keçmişdə. Reason participle to. Gene var eyni məsələ. Olur intransitive, yəni təsirsiz. İndi gəl raise-ə. Raise qaldırmaq. Qaydalı feildir. Düzdür? Nə oldu? Yəqin azdan dildən keçdiyi, altından xat çəkdiyi normalda çəkməməlidir. Aha. Aha. Buyuraq. Bu da təsirli. İndi yenə eyni məntiq. Yenə eyni məntiq. Rise feili qalxmaq feilidir deyə sənin heç bir isim istəmir. Tutaq ki, ayağa qalxmaq. Düzdür? To rise up. Və yaxud da bir şeyin yuxarı qalxması. Rise up. Düzdür? Amma raise-ə bax. Tutaq ki, nəyisə qaldırmaq. Mesela ayağa qalxmağın biri budur. To rise to feet. İndi raise-ə gəl. Biri yazdı. To raise a problem. Məsələ qaldırmaq. Sonra. To raise the flag. Bayrağı qaldırmaq. Görürsən? Raise səndən isim istəyir. İndi qayda bura. Burayla bağlı sualınız varsa verin. Yoxdursa mən testi yavaş-yavaş izah edeyim sizin cavabınızın üzərində. Şimdi burada müxtəlif cavablarınız var. C də var, G də var. Mən onu yoxlamanı edim. Hansı düz çıxacaq biz için? She 3 nöqtə away for a long time waiting for the sun to. Deməli, mən istəyərəm bunu sağdan başlayayım həll edeyim. Çünki the sun to mənim üçün daha rahatdır. Onu görə elə oradan başlayaq. Deyir, günəş neyini? Günəş qalxar. Deməli, qaldırmaq kəlmələri cavab ola bilməz. A-la B-nin ümumiyyətlə yazan yoxdur. Düzdür? D-ya da toxunan olmadı. Cavaba çünki C ilə D yazılır, C ilə Y yazılır. Problem yoxdur. Rahat olun. Deməli, yalan danışmağın bu oyaq kəlməsinə bir dəxli yoxdur. Ayıq, oyaq, əveyik. Deməli, bu adam bir müddət, uzun müddət for long time. Müddəti üzrünüz for. Bu adam bir müddət, uzun müddət günəşin qalxmasını gözləyərək uzanıbsa, deməli, mənə uzanmaq feilinin keçmişi lazımdır. O da lady, onu düzgün cavab bəli, yeməndir. Mən bura qoymaq yaza bilmərəm. Çünki fikir verin özdə isim də yoxdur burada. Çünki mənim qoymaq yazmaq üçün A-la C-də ismə ehtiyacım var. Baxın görün, nə ilə sübut edirəm bunlar səhvdir. Düzgün cavab yeməndir. Bu barədə başqa sualınız yoxdursa, keçək 6-ya. Siz cavabları yazın, mən yavaş-yavaş səhvləri tullayayım. Deməli, it took me time to get home because I lived. Burada iki cür yanaşma var şagirdlər tərəfindən. İkisi də doğrudur, düzdür. Biri deyir ki, müəllim, time sayılmır. Sayılmırsa bu few F ilə nə iş var bunun? Deməli, B və D variantları cavab olmayacaq. Başqa bir şagird də deyir ki, time axı iki dənədir. Sayılan mənası, dəfə mənası var, sayılmayan vaxt mənası var. Ona görə hardan baxsan, əgər cəmlənməyibsə, nə mənası olur olsun. Demək ki, bunun B və D variantları cavab ola bilməz. Sonra
Ee, burada dərəcə göstəricisi yoxdur yazıblar. O biraz uşaqlar çaşdırıcı variantdır. Niyə? Mən deməli conditional'ı YouTube-da izah eləyəndə orada bir haşiyə çıxıb uşaqlara izah edirdim uşaqlar. Biz deyirik ki, sifət, zəif, quantifier dərsində müqayisə və üstün dərəcələrindən danışanda, məsələn, zən haqqında bir qeydimiz var. İndi hamımız xorla dərsdə deyirik ki, şagirdlər də biz də ki, zən varsa nə var? Hamı yerindən deyir müqayisə, əla gözəl. Amma heç vaxt bunun tərsini demirik. Tərsini ona görə demirik ki, uşaqlar, zən varsa müqayisə var deyə bir qeydimiz yoxdur. Biz deyirik ki, bəli, zən varsa müqayisə var. Amma bu demək deyil ki, müqayisə yalnız zənlə işlənir. Olar ki, məna ilə görərsən ki, məsələn deyirəm, heç zən yoxdur, amma müqayisə edirsən cavab. Yəni ona görə məsələn göstərici yoxdur deyib, məsələn mən burada A və C variantlarını tullaya bilmərəm. A variantının buradakı ən böyük səhvi budur ki, maçla adi dərəcə yazıb. Biz də bilirik ki, maçın işlənmə yeri müqayisədir. Maç niyə yox, maç niyə olardı? A bəndi beləsə. Deyəcəksiniz ki, C bəndində də niyə riskin Z-si yoxdur, onu tullayaq, amma ehtiyatlı ol orada. Çünki bu zərfin üstün dərəcəsidir. Sifətin yox, burada Z yaza bilməzsən. Burada çünki live feili var, yaşamaq feili. Buradakı səhv odur ki, tərcümə ilə bu cavab düz gəlməyəcək. Necə ya? It took me more time to get home because I lived nearest. Ən yaxında mən yaşayırdım, məndən çox vaxt getdi. Xeyr. Yaxında mən yaşayırdımsa, vaxtım az getdi olmalıydı. Ona görə düzgün cavab B bəndidir. Tərcümə ilə C bəndi səhv. Aydındır? Ya böyle tərzlərdə yazaq tərcümə. Ki sonra YouTube'dan baxanlar desinlər ki, mən nədən danışmışam orada. Aydın nə deyirəm? Bu da belə. 7. Artıq yazanlar var. Aha. Sally didn't like adventure stories in her childhood. Nə her childhood? In her childhood. Burada bəzi məsələlər var ki, onlardan mütləq deməliyəm. Deməli, Sally uşaq vaxtı macəra hekayələrini xoşlamırdı. Mən didn't-ı görən kimi deyirəm ki, aha, deməli söhbət nədən gedir? İnkardan. Düzdür? İnkardan gedirsə, inkara aid olmayan şeyləri tulla. Məsələn, also inkarda nə iş var? Bunun inkarda nə iş var? Ayzə. Ayzə inkarda işlərə bu təsdiq verir. Nick did Ayzə olmaq, didn't Ayzə olur. Düzdür? Orada didn't olmalıydı. Getdi. Neither didn't. Aha, bir cümləyə iki inkar yazı var. Neither didn't ola bilməz. Burada ən gözəl şey uşaqlar, bir də bir məsələ odur ki, dərsin adını düzgün əzbərləmək. Çünki biz bilirik ki, so do I, neither do I var, dərsi var. Yerine mən dəyişik yazam mənəm. Neither did Nick. Düzgün cavab belə. Orada sağ olun, namaz yazırız. Demək olar, səhv yazan da olmadı. Bəli. İki inkar yanaşı gəlməz, also inkarda işlənməz, nitq didn't olardı, to'nun inkarda işi yoxdur, sağ olun. Düzgün cavablar. Buyuraq, 7 ilə bağlı sualınız yoxdursa, keçək 8-ə. Joseph, I did well, William, since when you, him, Joseph, I, him, since we, chill. Qəşəng cümlədir. Qəşəng mətləblər var onun içərisində. Yavaş-yavaş yazın, izah edək. Aha. Burada bir yaxşı cavab yazan var. Since-dən sonra keçmiş sadə gəlir. Çünki bəli mənası verir. Burada ki, ən böyük məsələ bu since-ləri görə bilməkdir. Çünki biz bilirik ki, keçmiş sadə zamanın siqnalları indiki bitmişdən düşməndir. Məsələn, bayaqlar in her childhood vardı. Amma bu ən gözəl yerə yazılıb bu elə. Bu Allahdan hədiyyədir biz üçün. Çünki biz bilirik ki, in her childhood yazılıbsa, bu gəlib indiki zamana bağlana bilməz. Amma keçmiş sadənin bütün siqnallarının qabağına mən since yazsam, yəni o indi, ondur, ətdir. Onların əvəzinə since yazsam, onların hamısı olur bitmiş zamanda. Çünki since nədir? Bitmişin göstəricisi. Bunlardan ehtiyatlı olaq. İndi, təbii ki, siz cavablar yazanlar üçün sonra mənim üçün bunlar rahatlaşır, amma mən burada dəqiq bildiyim variantları tullamalıyam. Məsələn, burası belədir ki, Joseph hər zaman da deyə bilər ki, mən Davidi tanıyıram. Yəni, o indiki zamanda ola bilər, keçmiş də ola bilər, gələcək də ola bilər. Bu, sol tərəfdə hələ ki dilanmışam. Ora toxunmuram. Mənə maraqlı olan budur ki, bu adam William buna sual verir ki, since when you him? Aha, sən onu nə zamandan bəri tanıyırsan? Tanıyırsan. Bu indiki bitmişdir. Deməli, mən bura new yaza bilmərəm, 1. Cümlə quruluşuna görə new mümkün deyil, 2. Olsaydı, did you know olardı. Bax, yeməndinə bax. Yenə səhv çıxacaq. Çünki since when-lə did you know yaza bilməzsən. Have you known yazmalısan. Ona görə düzgün cavab A, B, C-dən biri çıxacaq. Hələ tələsmirəm.
Fuadın yazdığına baxsam ki, ya since-dən sonra keçmiş sadə gələr, A-la B-dən cavab çıxmayacaq. Çünki burada yazılıb since-dən sonra indiki bitmiş. Mümkün deyil. Yeni bir məsələ var. Burada xırda nüanslar var. Çox diqqətlə qulaq asın, görün nə deyəcəm sizə burada. Deməli, düzgün cavabı C çıxardıram, yerinə qoyuram, yoxlayıram, sonra bir-iki haşiyə ilə sizə şey izah edəcəm. Deməli, nədir o? Joseph deyir ki, I know David well. Mən Davidi yaxşı tanıyıram. William da sual verir ki, since when have you known him? Sən onu nə zamandan bəri tanıyırsan? Joseph de deyir ki, I have known him since we were children. Mən onu uşaq vaxtından tanıyıram. Mənim burada şöyle xırda-xırda suallarım var. Siz də elə onlara istəyirsiniz ürəkdən, istəyirsiniz ürəyinizdə, istəyirsiniz səs açaraq, yazaraq, fərqi yox mənim üçün. Nə cür siz cavab verə bilərsiniz. Mənimlə paralel danışın. Deməli, since varsa nə var? Uşaq cavab verir ki, indiki bitmiş. Yox, tələsmə. Daha dəqiq cavab ver. Since varsa nə var? Bitmiş. Demə indiki. Nə var? Bitmiş. Ay soğuk. Since varsa bitmiş var. Hansı bitmiş? Var, tələsmə. Harası demirəm. Hansı deyirəm. Hansı bitmiş? Hər ikisi. İndiki bitmiş də ola bilər. Keçmiş bitmiş də ola bilər. Uşaq sual verir. Yaxşı, mən hardan bilim bu indiki bitmişdi ya keçmiş bitmişdi? Onu bundan bilirsən. İndiki zamana gəlib bağlanırsa, deməli indiki bitmişdir. Yox, keçmişdə qalıbsa, keçmiş bitmişdir. Ondan sonra başqa sual verirəm. Harası bitmiş? Harası bitmiş? Deyirsən ki, əvvəli bitmiş, axırı keçmiş. Bax, əvvəli bitmiş, axırı keçmiş bu deməkdir ki, yəni bu cümlədə I have known him since we were children yazılıb. Başqa bir sual verirəm. Bəs yaxşı, onda since cümlənin başına gəlsə nə qaracaqsan? Onda budaq cümlə ilə baş cümlənin yer dəyişəcək. Yenə mən o bayaq yuxarıda yazılan kimi since-dən sonra keçmişi yazıram, baş cümlə gəlir bu yana, yəni sağa doğru gəlir, orada indiki bitmişi yazıram. Eyni cümlə belə gəlir olsun. Nə fərqi var ki, deməli, since we were children, I have known him. Eyni mənanı verir. Fuad yazıb eyni zaman forması. Eyni zaman forması biraz o çaşdırıcıdır. Bilsən niyə? Since mənim üçün when deyil, while deyil ki, mən orada 2 dənə keçmiş salda yazım. Since mənim üçün yeganə bağlayıcıdır zaman budaq cümləsində ki, o keçmiş sadə ilə indiki bitmişi uzlaşdıra bilir. Sadəcə olaraq mən bilməliyəm ki, bu hara hansı zamana bağlanır? İndiki zamana bağlanırsa indiki bitmişdi, keçmişdə qalıbsa keçmiş bitmişdi. Ola bilər biraz beyinlərdə qarğaşa yarandı. Mən bu diyaloqun bütün variantlarını, söhbətin özünü keçmiş zamana atsam, buradakı bütün cavablar keçmişdən veriləcək. Dair indiki bitmişə bağlanmayacaq. Niyə? Joseph ilə William bu dəqiqədə indiki zamanda danışırlar deyə mən bunu rahatlıqla indiki zamanda yazdım. Deyək ki, bu Joseph ilə Williamın söhbətini mənə Fuad gəlir danışır. Deyir, mənim dünənləri Joseph dedi ki, nə vaxt keçmişdə. O Davidi yaxşı tanıyır. Dünən deyibsə, bu nə oldu, niyə? Mən ona sual verim ki, sən o nə vaxtdan, hardan, ha vaxtdan tanıyırsan? O da mənə dedi ki, bax keçmişdə. O da mənə dedi ki, biz uşaq olandan bəri onu tanıyırmış. Bunların hamısı keçmiş olacaq. Çünki ki, indiki zamana bağlanmadı. Bu ad mənə dünənin söhbətini danışır. Mən ona təqət indiki zamana bağlayayım. O dünəndə qaldı. Mən uşaqlara bu mövzuda keçmiş, bitmiş olan sinsi belə izah edirəm. Deyirəm ki, mən 2010-11-ci illərdə əskərdə olmuşam, əskər yoldaşlarım olub. Onları məsələn, indi 2026-da 15 ildir ki, görmürəm. Deyək ki, keçən həftə bunun birini gördüm. Aha, keçən həftə görmüşəmsə, onu ilə bağlı sinslə nə cümlə desəm, keçmiş bitmişdir. Biri var ki, indiki zamanda mən burada danışa-danışa bu adam qapıdan girdi. Düzdür? O qapıdan girdisə, bu indiki bitmişdir. Bu dəqiqədir. Bir də var, mən sənə keçmişdən danışıram. Keçən həftə əskərlikdə olduğum, əskərlikdən bəri görmədiyim bir adamı gördüm. Əskərlikdən bəri görmədiyim keçmiş zamandır. Olur, keçmiş bitmiş. Əgər nəyisə anlamadısa, ola bilər də, indi mən nəyisə anlam, nəyisə düz izah eləmərəm, nəyisə mübtəda fikirləşib xəbər deyərəm, nə bilim, indiki fikirləşib keçmiş deyərəm. Nəsə düz olmadısa, sual verin, cavab verin, keçək 9-a. Yox, əgər aydınca, tam mənası ilə başa düşürsə nədən danışıram, buyuraq 9-u safsür eləyək. Buyuraq. Deməli, expect-dən sonra tulu məstər yazmışsınız, sağ olun. O yazını görən kimi artıq mən cavabı deyim də, çünki çox vaxt aparmayaq. Expect-dən sonra tulu məstər gəlməlidirsə, elə bu letin üstündən xətt çəkirəm. Buradakı letlərin üstündən xətt çəkirəm. Orada ola bilər birində mötərizə düşür, birində düşmür, o maraqlıyım. Əsas siz bilin ki, mən nədən danışıram.
Ya A deyəcəkdi cavab. Expect-dən də sonra true məsləhət tapandan sonra let-dən sonra tapmalıyam tuzsuz məsləhət. Onda da A-dakı true-nu qırırıq. Məişət üsulu ilə desək, el dili ilə desək, düzgün cavab alır B. Aristotle C. Düzdür? Deyir, Ben didn't expect his father expect-dən sonra true məsləhət to let him. Let-dən sonra tuzsuz məsləhət take part in the race. To take part in-dən də ehtiyatlı oluruq. Raskutkanın kəlməsidir. Düzəncə indi, düz yadında qalsa Raskutkan ilə ilk kəlməsidir. Rasputka kitabını. Və mən hər gün paylaşıram, nömrəm kimdə varsa o görür statuslarımı. Kimdə yoxdursa lap yazsın mənə nömrəsini kontakta yazım. Onlar da hər gün demək olar Rasputkadan bir şeylər paylaşıram, imtahanla bağlı bir şeylər paylaşıram. Onlara baxın, inşallah martda xeyrini görəcəksiniz. Bir də uşaqlar, burada bir dənə haşiyyə çıxım. Bu letin qabağına çox şaq tu yazmır ki, let tusuz işlər. Amma onlar bir şey unudurlar. Let tuzsuz işlərin mənası odur ki, letdən sonra tulu məsləhəti gəlməz. Amma letin qabağına mən tu yaza bilirəm. Onun nə dəxli var söhbətə? Uşaq elə bilir ki, let tuzsuz qabağına tu yazmazlar. Qabağına yox, ondan sonra tu yazmazlar. Aydındır? Bu da belə. 10. Biraz nisbətən asanlaşdı. Dream'ə viş yazacağıq. Siz yazdınız deyə mən də daha çox vaxtınızı öldürmək istəmirəm. Ola bilər ki, nəsə yorğundur, müəllim yanından çıxmışsınız. Başqa işlərimiz falan var. Asanlar ona görə icazə bizlə tez-tez deyim. Çətinlərin üzərində durarıq. Bəli, dream wish ikisi arzulama mənası verir. Ona görə cavab olardı. David always dreamed to show her the beauty of the Black Sea. David hər zaman arzu edib ki, ona Qara dənizin gözəlliklərini göstərsin. Qəşəng cümlədir. Burada da yenə haşiyyə çıxar artikel dərsindən dəniz adları qarşısında Z artikel var. Onun da uşaqlar bir dənə haşiyyəsi var ki, uşaq burada elə bilir ki, dənizin qabağında Z artikel var. Dənizin yox uşaqlar. Dəniz adlarının qarşısında Z artikel var. Mənə burada adi dəniz sözü keçirsə, mən niyə oraya İngilizcə yazmalıyam ki, yaza bilərəm də, yaz verə bilərəm də yerinə görə. Düzdür? Dəniz adlarının qarşısında Z artikel var. O gün Şamil mənə sual verir ki, müəllim, deməli, Leykin ona Z yazmışam. Sözünün dərsində, in the lake, on the lake məsələsində. Deyir və siz deyirsiniz leykəndə Z olmur. Adında Z olmur. Orada mən addan danışmıram. Bu belə. Love-dır, like-dır, bunlar lost-dur, belə try, cəhd eləməyə çalışmaq. Belə. Deməli, izah. 11-in izahı gəldi. Amma düz gəlmədi. Amma düz gəlmədi. Bir daha kömək edeyim mənə görə bu 11-in əvvəlində gələn bu entering və information həqiqətən. Burada uşaqlar bilinməli çox mətləblər var, hamısını deyəcəm, narahat olmayın. Cavab ola bilər, düzdür. Mən enteringə cerund dedilər deyə derim, düz başlamadı nəsə. Ömər yazır ki, cerund mübtəda olanda olur, burada isə ay mübtədası var. Ola bilər, heç mübtəda olmasın cerund olsun, amma yenə də bura onun dəxili yoxdur. Burada uşaqlar, mən P1, P2 cerundun üçünün də fərqini bilməliyəm. Bir də aralarındakı fərqləri bilməliyəm. Məsələn, dərsə diqqətlə baxmayan uşağa sual verirsən ki, məsələn nə? Buradakı entering ayınçmama nədir? Kitaba baxmır, mənə belə eləyir. Baxmadan mənə deyir ki, P2-dir. Deyirəm ki, ay bala, sən bir hələ bir gör mən nə sual verirəm. Heç sən ömrü həyatında ayıncı ilə P2 görmüsən. O nə deyirsən ki? Sənin deyəcəyin iki cavab var da. Ya ayıncı orada, düzdür, 5 dənə ayıncı var. O biri YouTube-larda izah eləmişəm. Orada var. Sən girib baxa bilər. Axı sənin buradakı davan ya P1 ya Ciruntu, sən mənə P2-ni ödəyirsən. Mən səndən mən written soruşuram. Mən səndən interim soruşuram. Ya Ciruntu ya P1. İndi mən burada uşaqlar, birincisi P1-ni işlənmə yerlərini bilməliyəm. İkincisi Ciruntudan fərqini bilməliyəm. Bir də P2-dən fərqini bilməliyəm. Deməli, mən bir dənə düzgün cavabı tapım, yerinə qoyum, yoxlayım, sonra bir onun üzərində izah edəcəm sizə. Əvvəla mənlə razısınızmı ki, burada, baba, görün nə ilə yanaşıram cümləyə. Birincisi tapşırıq yazmaz yazılar deyə, ikincisi bay var deyə, bu sağ tərəfdəki ayıncılar getdi. Burada mən ömrü billah bir yazam belə. Razısınız? Sonra, əvvəl dınayıya baxmayacam. Qalmışam ABC arasında. Burada the exercises had been written yazmaq üçün mən budaq cümlə yaratmalıydım. Bura mötəzədə bir şey yazıram sizin üçün. Ki o sağ tərəfdə that had been, which had been olardı. Çünki əgər sən təyin budaq cümləsi yaratmışsansa, düzdür, onda sən ona mübtəda verməliydin. P1, P2-nin budaq cümlələrdən fərqi odur ki,
O pubisiz işlənsin gərək. Pubi ilə işləndə cümlə istəyəcək səndən. Qalıram B ilə C arasında. Daha o lap asan da oldu ki, C bəndi mümkün deyil. Çünki kim C-dən sonra, soldan sonra oturma əslər yazar. Düzdür? Heç kim. Bir də yazdılar sırası. Ona görə düzgün cavab B bəndi olacaq. Yəni mən başqa o başdan başlayaraq izah eləməliyəm deyə icazə verin və haşiyə çıxa-çıxa bunları izah edeyim sizə. Başqa cavablar yazan oldu. Məsələn, dedi ki, tutaq ki, məsələn, öz əlifbamızdan da istifadə edəyik. Burada tutaq ki, ə bəndi var. Cümlə başlayıb, mən ingiliscə öyrənəm deyə ana dilimdə salım yox. Ə bəndində en təzdən başlayır, yenə eyni şəkildə davam edir. Düzdür? İndi qulaq as. Yeni azımızdan dilinə keçən kimi başladı altından qırmızı xətt çəkin. Burada uşaqlar bir məsələ var. Orada yazdılar uşaqlardan ki, cümlə normalda id ilə başlamış. Bir də s götürmüş başlamış. Yəni id ilə qutaran, bir də s ilə qutaran feillə başlamaz. Çünki məntiq, qrammatika sənə deyir ki, mən birbaşa cümlənin başına ented yazsam, sual olacaq kim ented, nə ented, ara ented, necə ented? Mən yazmalıyam ki, məsələn, I ented, you ented, zeticə ented, düzdür? Sonra ented, üçüncü şəxsin təki hanı mübtədası? Bu ikisi ilə cümlə başlamaz deyə, burada da var, C-də də ented görəm keçmişdə. Bunlardan cümlə başlamır. Müasir ingilis dilində, məsələn, IELTS hazırlaşanlar, TOEFL hazırlaşanlar ola bilər görərlər ki, cümlə promo id ilə, s ilə başlayan sözlərlə başlayar, yəni o feillərlə. Amma onun qrammatikaya dəxli yoxdur. Yəni onun topluya, inşallah martda verəcəyimiz imtihana heç bir dəxli yoxdur. Biz indi hələ ki IELTS-ə, TOEFL hazırlaşmırıq deyə bununla kifayətlənir ki, qardaş, sən bu proqramda din, Təhsil Nazirliyi bizim abituriyent proqramında id ilə, s götürmüş feillə başlayan cümlə görməyəcəksən. Bunlar belə getdi. Qaldım bu enteringlər arasında. İndi mən buna izah verməliyəm ki, bu entering burada zerumdur yoxsa participle-1-dır. Entering zerum I saw the teacher. Otağa daxil olaraq mən, otağa daxil olarkən mən, otağa daxil olub mən. Tərcümələrə baxırsansa hamısı P1-in tərcümələridir. Deməli, buradakı entering P1-dir. O mötərizdə qabağına yazın. Bu participle-1-dır. P1 yazsam, vaxtınız çox getməsin. C-dən sonra gələn, mürəkkəb tamamlığın şərti, yenə ya ing, ya tuzsuz məstər, dına yerdə veriblər, prosto cavab deyil də. Yenə P1, çünki biz bilirik ki, mürəkkəb tamamlığın içərisində olan izlər P1-dir. Və nəhayətdə dediyim o, tapşırıq yazmaz yazılar və bay var deyə, şagirdlər tərəfindən yazılar deyə P2. Bu uşaqlar P1, P2-nin tərcüməyini olan fərqidir. Bir də P1, P2-nin bir fərqi var deyə zaman məsələsi. Biz deyirik ki, participle-1 və participle-2 cümlədəki əsas hərəkətlə, cümlənin zamanı ilə, xəbəri ilə zamana görə uzlaşmasa da məna cəhətdən aralarında bir zaman məsələsi var. Baxın, sonra burada obyekt, subyekt fərqləri var. Hamısını demək istəyirəm. Qoyun, mövzu açılmışkən deyim. Deməli, otağa girən kimi idi? Mən. Subyekt. O subyekt P1 ilə təyin olunur. Tapşırıqları yoxlayan kimi idi? Müəllim. Kimdir o subyekt? Müəllimin də işi, subyektin də işi P1 ilə görürlər. Düzdür? Amma tapşırıq yazılar deyə P2. Obyekt. Bu P1, P2-nin obyekt, subyekt baxımından fərqi. Bir də zaman fərqi. İndi bax. Mən görmüşəm də, düzdür, müəllimi yoxlayan yerdə. Mən görmüşəm otağa girərkən, eyni anda. Mən görmüşəm müəllimi yoxlayan eyni anda. Eyni anda, P1-in eyni anda məsələsi var idi. Amma P2-də qabaqlama var idi. Tapşırıqlar gərək əvvəldən şagirdlər tərəfindən yazılsın ki, müəllim bunları sonra yoxlasın da. Bu P1, P2-nin bir neçə baxımdan, deyəsəm, 3 baxımdan izah elədimdə, bir neçə baxımdan fərqləri idi. Yəni, məncə Allahın iznilə ən gözəl izahı bu idi. Belə, Ramon müəllimində o dərslərinə YouTube-da baxmışsınızsa və ya ötürmüşsünüzsə, baxmamışsınızsa, onlara da baxın, eyni şeylər inşallah deyilir orada da. Belə, 11 ilə bağlı sualınız varsa verin, yoxsa keçin 12-yə. 12 də qəşəng testlərdəndir. Çox gözəl test, 12. What seas and oceans surround Great Britain? Burada da bir dənə çıqqılı haşiyə çıxmış olar. Deməli, uşaqlar bilir ki, what seas and oceans surround Great Britain cümləsində what seas and oceans cümlənin mübtədasıdır, mübtədasına verilən təyinidir. Düzdür? Oyundan mübtədanın xəttini çəkin. Surround burada xəbərdir. Niyəsini deyəcəm, niyə altından xətt çəkirəm. Çünki mənə sonra mübtəda düşüb aşağıda da mübtəda ola bilməz deyə
tamamlıq olmalıdır deyə, mübtəda baydan sonra yazılar deyə, burada baysız cavablar səhv çıxacaq. Ona görə baba ilə başdan A ilə yeni tullayacağım. Bu bir haşiyə. Bir başqa haşiyə də budur ki, uşaqlar. Burada cavablar üçün yenə öz əlifbamıza qayıtsaq. Və ə yazıram hər şey F yazardı. Ə yazıram aləm deyil belə. Bircə dəqiqə. Tutaq ki, F variantında bay yazıblar. Hə? Bay ilə başlayır cümlə. O da düzgün cavab ola bilər. Bay what season notions. Məsələn, topluda bayhum var. Uşaq deyir, mən onu tullayıram. Deyəm, niyə? Deyir ki, cümlə bayla başlamaz. Ondan sonra kim deyir? Bu hu axırda bay ilə bayhum deməkdir. What axırda bay ilə bayla what deməkdir. Bu. Axırda baylağı tapandan sonra əvvəla mübtəda sual cümlələrinin qızıl qaydası. Mübtəda qalar iki feilin arasında. Du getdi və nəhayət B və C-nin fərqi. Şah getdi, şah gəldi məsələsi. Burada ona görə what is and ocean surround Great Britain altına çəkirdim ki, burada mübtəda mücəmmidədir, amma aşağıda mübtəda təkdədir. O ardan işləyə bilməz. Bu olmalıdır. What is and oceans is Great Britain surrounded by. Yəni məsələ burasındadır ki, Word özü izin altından xətt çəkir. İstəyir ki, ar yazaq, baxın, ar yazılır, amma səhvdir o. Səhvdir çünki o nəzərə almır ki, bu cümlənin mübtədası Great Britain. Gəl yoxla. Çünki deyir, burada başda deyirdi ki, məlum növdə deyirdi ki, onun altına mübtəda xəttini çəkək. Məlum növdə deyirdi ki, hansı dəniz və okeanlar Böyük Britaniyanı əhatələyir. İndi mən məsələn deyirəm ki, Böyük Britaniya hansı dəniz və okeanlar tərəfindən əhatələnir? Kim, nə, hara? Britaniya. Mübtəda mən Britaniya daxil burada, Böyük Britaniya. Mən nətər ar yazım? Biz yazmalıyam. Çünki burada bayla işlənib. Bu deməli tamamlıqdır. Mübtəda bu özüdür. Bu bir. İkincisi, nə ilə sübut edirəm? Nə iki feilin arasında qalar mübtəda? Mübtəda deməli Great Britain'da. Mən niyə ar yazdım ki? Bəli. Pistolet bundaymışdı o. Ömər, nə yazmaq istəmirsən? Hə, yaxşı. Buyuraq 13. I wait no longer, I go away. Siz yaza cavabları mən yazın, izahları yazın. Mən deyim nə ilə nə yazacağıq. Deməli, modal fiil testi işləyəndə 3 yoldan keçirdik. Yenə köhnə YouTube'larda demişəm, yəni girə baxa bilərsiniz orada. Birinci məsələ deməli düzgün yazılış idi. Səhv yazılan variantdan cavab olmaz. Biz ona deyirik tulu məstər, tuzsuz məstər davası. İkinci məsələ zaman uzlaşması. Düzdür? İkinci məsələ zaman uzlaşması. Üçüncü də məna, tərcümə. Düzdür? O İngilizcə yazımda var. Ə yazıcam aləm vuracaq bir-birinə. Deməli, no longer-ni görən uşaq deyir ki, abi cümləyə ikinkar yazmazlar. Düzdür? Bunu biraz qaralayaq ki, no longer-ni gördüysə ikinci inkarlar olmayacaq. Avtomatik 3 də variant getdi. İnşallah ki, düz baxıram. Düzdürmü? Bunlar gedəndən sonra qalıram C ilə D ilə Y arasında. Daha indi hər halda I can wait no longer. Bu cavabdırsa da bu can olan yerdə hətta nə iş var keçmiş zamanlı. Elə yazılışla bir-iki ilə cavabı tapdım, meaning ehtiyac. Mənə ehtiyac qalmadı. Fırsat o yerinə qoyaq yoxlayaq ki, görək düz tapışıqsa da keçək 14-ə. Deyir, I can wait no longer, mən daha gözləyə bilmərəm, I must go away getməliyəm. Sadə test deyil. Amma sizə deyim ki, ola, elə buraxılışa düşən də bundan çətin olmur, ha? Yəni nəzərə alın. 14. Happened is my mistake. Nə yazaq 14-ə? Hətta niyə olmadı? Çünki zamanlar uzlaşmadı. Kən indiki zaman nətər mi ona keçmiş yazım? Eyni zamanlar olmalı da. Bəli. Qəribə tərcüməsində olsa cavab what'dır. What happened is my mistake. Biz ana dilimizdə deyik ki, nə ki baş verib mənim günahımdır. Burada biz nə çatışmış olan? Bu happen feilini daima salırlar bu cür testlərə. Bunu niyə salırlar? Çünki burada uşağı çaşdıran məqamlar var. Məsələn, uşaq deyir ki, mən niyə bura zəfli ilə yaza bilmirəm? When'dir, how'dur, why'dır və yaxud da niyə təyinlə wish yaza bilmirəm? Bunların uşaqlar mənaları var. Bu birincisi sual cümləsi deyil. İkincisi də ki, burada söhbət ondan gedir ki, mən elə bir şey yazmalıyam ki, cümləm tam əmələ gəlsin. Mənim bir cümləyə zəfli yazmaq üçün bu sual cümlələrinə aiddir. Mənim bir cümləyə zəfliyin sualını, zəfliyin ona nisbi zəfliklər deyirlər də, bağlayıcı sözlər.
Mənim bunu yazmaq üçün mənim cümləm tam olmalıdır. Mübtədası yerində, xəbəri yerində ki, mən ona tam zəflik axtarım. Çünki mən yazsam ki, nə zaman baş verdi, sən sual versən, nə baş verir ki, məndən zamanını soruşursan. Necə baş verdi? Yox, yox, hani mübtəda, hani ki o baş verən, hani ki mən onun səndən zamanını, necəliyini, tərz hərəkət deyirlər biz ona, səbəbini, hətta yerini soruşum. Və yerə yaza bilərlər də burada, düzdürmü? Yox, olar məncə yazım. Hələ mənim cümləmin mübtədası yox. Sonra təyin nəyin təyin olacaq ki, sənin cümlən tam deyil. Ona görə əvvəla mübtəda yazılar, sonra digər üzvlər axtarırlar. Çünki cümlənin o baş üzvləri yerində deyilsə, sən o ikinci dərəcəli üzvləri neyini axtaracaqsan? Ona görə düzgün cavab deyil. Nə ki baş verib mənim səhvimdir. What happened is my mistake. 15. Aha, cavablar deyirlər yavaş-yavaş. Maşallah, hazırdır. Bəli. Deməli, the use of mobile phones are not permitted inside planes. Deyir ki, sözünlü ifadələrin əsas tərəfi birinci tərəfdir. Ona görə mən use-un altından xətt çəkirəm. O arla işlənə bilməz. Mobil telefonlardan istifadəyə icazə verilmir təyyarələrin içərisində. Düzdür? Mobil telefonlar da öyle. Mobil telefonların istifadəsidir. Bir. A lorry with large boxes have var. Eyni məntiqdir. E, Yekə qutuları olan bir yük maşını. Ha, yük maşını təkdə, amma have cəmdə. Olmaz elə şey. Bu həz olmalı idi. Ona görə the monument to the soldiers was on the hill. Bəli, əskərlərə ucaldılan abidə. Uşaqlar 2009-cu ilin qəbuluna düşüb bu. Monument sözünün sözünüzü to. Birdən ərlənər fırlanar sizə düşər. Monument to-la işlənir. Və təkdə deyə vozla işlənir. Əla, gözəl. Xəbərin xəttini çəkirəm. Bu düz. Burada da the streets of the city are lined with trees. Bu da şəhərin küçələri cəmdə. Bu cəmdədirsə avtomatik arla işlənməlidir deyə. Bu da düzdür. Ona görə düzgün cavab sizin yazdığınız 3-4 yerə. Buyuraq 16, 15 ilə bağlı sual varsa verin, yoxsa 16-nı oxuyaq. Complete the dialogue. Diyalogu tamamla. Bəzən bu sualları görəndə kimlərsə məli ki, ay müəllim, bu düşmür axı, bundan topulda yoxdur, belə elə. İnşallah mən belə pis çıxmasın, belə deyim də, hər göz açdım, problem yoxdur. Mən niyə bu testləri bu əlavələrdən, sınaqlardan çıxarmıram? Çünki uşaqlar, bunlar təkcə qrammatika biliyi deyil. Bunun içərisində sözlər var, görürsünüz ki, mən nə qədər haşiyələrə çıxıram deyirəm. Bunların içərisində elə kəlmələr var ki, məsələn deyirəm, bu burada görsəm məsələ bəlkə də heç vaxt yadımıza düşməyəcək, toxunmayacaqdır və s. Amma düşəndə də demək ki, bu heç mənim bundan xəbərim yox idi ki. Həm onsuz da günü bu gün görürsünüz ki, ingilis dilini kommunikativ dil aparırlar, nəinki qrammatik, nəinki başqa bir şey. Gündə bir şey çıxardırlar. Ən sonunda bunlar sizə lazım olan şeylərdir. Məsələn deyirəm, mən bunu dialoq kimi keçirəm, o səhə gəlib listeningdə düşər. Mən bunu sənə modalda fiildə göstərirəm, o səhə gəlib readingdə düşər. Yəni, onu heç kim deyə bilməz, ona görə bunlarda işləyir. Ne gələ? Go along this street, Murphy 110. Hə. Turn at the traffic lights. Ümit 109. Ona görə bunlar deyilməlidir. Cavablara Y yazmışsınız, mən yerinə bir yox, qoyum, yoxlayayım. Deməli, bu adama nə sual veriblər? Bu deyib ki, bu küçə boyunca get, svetofordan, işıqfordan right, sağa dön. Hə. Hər halda bundan ünvan soruşublar da. How can I get to the town center? Mən şəhər mərkəzinə necə gedə bilərəm? Burada ki, go along this street, bu küçə boyunca get. Bunun yerinə qoyaq. Otursun yerinə. 2. O nə deyir? No, it's only about 5 minutes walk. Yox, sənin 5 dəqiqəlik piyada yoldur. Şöyle, İngilislərdə belə bir şey var. Onlar adətən məsafəni, biz məsələn metrlə falan deyirik. Məsələn, 200 metr get sağa dön. Onlar adətən zamanla deyirlər. 5 dəqiqə piyada get. Bizim uşaqlar hərdən mən bunu deyəndə deyirlər ki, mən ona bilir mən nə sürətlə gezəm ki, amma elə deyirlər. Elə deyirlər. Deməli, bu da deyir ki, uzaqdır. Is it too far to walk? Piyada uzaqdır. Yox, 5 dəqiqə yol. Bunu da yazdıq. Və nəhayət 2. O da deyir ki, that's quite all right. Yox, 2 ilə başlamışlar. 3. Thank you very much indeed. Indeed nə idi? Həqiqətən də çox sağ ol. O da deyir ki, that's quite all right. Problem yoxdur. Dəyməz. Mənası olur. Bəli. Deməli, səhv cavablar, yəni toxunmadığımız cavablar. Bir də deyir ki, how long will it take me to get there?
Ora getmək məndən nə qədər vaxt olur? Nə qədər vaxt alır? Hə, baxın indi burada ehtiyatlı olun. Görün nəyə toxunmaq lazımdır. Cim ne oldu böyle bunda cavabıdır ki it's only about 5 minutes walk. Ki burada no var. Sən xüsusi suala no ilə cavab verəməzsən. Ümumi sualın cavabı olmalıdır. Ehtiyatlı olun şeylərlə. Is it too far'ın cavabı no it is only about 5 minutes olar. Sonra Murphy'nin 38-39 bizə nə deyirdi? Körən şalır 39, 38 dərəcədə 39 idi Murphy'də. Deyirdi ki, farın əsl işlənmə yeri sual və inkar cümlələrdir. Təsdiqə it's a long way yazarlar. Aydın nə deyirəm? Toxunmadığımız cavablar. Biri dediyim, 3 var. 4-ə. I'm afraid I have lost my way. Təəssüf ki, türklər korkaram ya bayüz deyirlər ruslar. Təəssüf ki, yol mazmışam. Onda da bir cavab yox idi. Bir də 5-ə toxunmadıq. At what stop do I get off? Mən hansı dayanacaqda düşməliyəm? Get off. Get off deyirsə, deməli bu adam ya avtobusdadır, ya qatarda, tramvayda, belə də. Çünki əgər maşından, taksidən düşürsə, bura out of yazardılar. Və fikir verin, bayaq dediyim məsələ sözünün cümlənin, sual cümləsinin başında da gələ bilər. Düzdür, Murphy'nin 47 deyil, adətən axırda gəlir, amma adətən axırda gəlir, yəni əvvəldə də gələ bilər. Buyuraq, 16 ilə bağlı sualınız yoxdursa, buyurun 17 ilə davam edək. Nə yazırız 17-yə? Tamam, onu duyuyoruz. Yoxla burayı. Yesterday the Whites left London. Left'i bildi 2 dənədir bundan. Hər iki topu da var. 9'dan 2 də var, 11'də 2 də var. To leave feilindən sonra for yaza bilərəm, xətt yaza bilərəm. To yaza bilmərəm. Bunun nə adı biləm, tullayaq ki, bunlara heç kim qayıdıb gəlməsin. Yəni, bu cavab deyil. Çıx qoyaydı, hə, mən baxaydım bu cavablar. Amma daha to mümkündür. 2 dəfə for qaldı, ya adı yadığı cavab. For a week müddətə for yazarlar. Ona görə elə to variantı cavabdır. Bu yanda sağ tərəfdə də, aha, in some days. Bu sizlə bu ilə tələd uşaqlar. Düzdür, cavablarda 10 yoxdur. Amma uşaqdır ki, day 10-la işlənər, nə əcəb yoxdur. Bu məna dəyişir burada. Bir neçə gündən sonra mənasındadır. Yesterday the Whites left for London. Dünənləri White'lar ailəsi var, The Whites'a isim dərsi. White'lar ailəsi Londona yola düşdü. Nə qədər müddətli? Bir həftəlik və bir neçə gündən sonra geri qayıdacaqlar. In some days. Il sonra mənası mövhid, yüzün yesi. 18. Bəli, in half an hour, in an hour. Bəli. In 5 minutes var idi orada. Ümid yüzün yesində. Buyuraq. Deməli, uşaqlar, 18-də əgər B-də to olmasaydı cavab ola bilərdimi? B-də to, baxın. Deməli, yesterday the Whites left London. Yesterday ilə inədik yazanlara baxın. Dünənləri White'lar ailəsi Londona yola düşdü və ya da Londonu tərk elədi bir həftə içində. Yox, məntiqsizdir. Yox, o 17-ni soruşur. 17-nin B-sindəki tulu soruşur. Yox, düzgün tərcümə çıxmayacaq, məna verməyəcək. Buyuraq. Deməli, uşaqlar, 18-də bizə lazımdır ki, əgər to be ilə sual verirsə, to be keçir mütləqa qabağına. Where is the nearest library situated? To be keçərdi mütləqanın önünə. Keçməyib deyə 18-də A getdi. Eyni şey. Where is located fikir verin. Bu səfərdə located qabağa keçib. Where is the cinema located olardı, düzdür? To be situated, to be located mütləqa qalardı bu ikisinin arasında. B-də yazdılar, doesn't finishes olmaz. Does gələr, heç gedər. Düzdür? Böyle ESC-sən bəs eydi mənə. What time does the finish? Is the time? The film finish. Sonra ən tələ cavabdır bəlli. Uşaq deyir, deyim, mütləq iki feilin arasında. Daha demək ki, o usually-dən mütləq olar. Who usually helps you? Does nədir? Mütləq sual verəndə axı does olmur. Birbaşa xəbər gəlir. Usually qalır yerində olur. Who usually helps you? Ona görə düzgün cavab
You are sözlü. Are you? Sen susuz değilsen öyle değil mi? Biledin mi? Susuzsan mı? Böyle. 19. The coats cost 20 pounds on sale yes. Last week'i sonra bu costu görəndə düzdür cost decode sistemində deyə cost hər iki zamanda ola bilər. Amma last week isə artıq deyir ki, bu hansı zamandadır. Keçmiş zamandırsa bu do numurda nə işi? Bu do numurda nə işi var? Bu izin burada nə işi var? Cavab olmadı ki, bu arın burada nə işi var? Böyle pomo cavab oldu. Nə asanlıq oldu bu? Yoxlaya görək. The coats cost 20 pounds on sale last week. Keçən həftə paltolar endirimdə 20 funt sterling idi. Burada sual verir ki, how much did the coats cost on sale last week? Keçən həftə paltolar endirimdə, yəni satışda neçəyə idi? Neçəyə düşmüşdü? Yəni sadə sual idi. 20. Nə öyle 4 tane cavab getdi. 20'ye y yazıblar. Sifət düzəldən şəkilçilər. Bu Allahdan hədiyyə edən nə var kimi yazmalar. Tutaq ki, careful, careless, fearful, fearless, harmful, harmless. Bəli, bəli. Hər halda bu biri şəkilçilər bu dımlı isim düzəldəcək. İt özü feil düzəldir, başqa nüsxələrlə düzəltdikləri var. Sonra ment isim düzəldir, fay feil düzəldir, izm isim, ayız feil, iti isim, nes isim, bunlardan sifət olmaz. Belə. 21. 20 ilə bağlı sualınız varsa verin, yoxsa 21 izah edək. Aha, aha. This beautiful house was built in 1976, wasn't it? Ha, bəndə, bu da çox sadədir. Bu test nisbətən elə bu bilərdən asandır. Bu, buraxılışa daha uyğun verə bilirəm. Görək nə çıxacaq bundan sonrakilərdən. Birinci səhv təsdiqsə ikinci inkavda olmalıdır hökmən. Hökmən yazmayaq elm, çünki orada xırda nüanslar var, məsələn, əmr cümlələri, let's-lə başlayan və s. Hökmən yazma, adətən yaz, düzgün cavabdır. 22. Düzgün cümlə qur. Deməli, hər halda Jack-lə want başlamaz, ya they want ya da I want. Ayar olmaz, Jackar olmaz deyə, burası they are-dır, cümlə hazırdır. Fikir verdinizdə nə ilə yanaşdırım cümləyə? Deməli, bu cümlə olar, həm mürəkkəb tamamlıqdır, həm də tamamlıq da cümləsin. Y yazmışsınız, mən onu bilən Y-nin açım yazmıram. Deməli, I want Jack to know. I want Jack to know what are they yoxsa they are? What they are talking about. Bilirsiniz orada niyə toxundum o aya, ara falan. Çünki uşaq bilməlidir ki, burada Jack üçüncü şəxsin təkidsi onun want olmazdı, wants olardı. Are talking yox, is talking olardı. Aynen are talking olmaz. Sonra bu I want to know-dur. Bu I want Jack to know-dur. Mən Jack'dən istəyirəm bilsin. I want Jack to know. Mən istəyirəm Jack bilsin ki, neyi? Onlar nə haqqında danışırlar? Tamamlıq lazıməsidir. Və mənim burada budaq hissədə sual qurmağa ixtiyarım yoxdur. Bayaqdan dediyim mütləq Akifənin arasında o başqa məsələdir. Deməli, I want Jack to know what they are talking about. Və mən burada bilmək istəyirəm, yox, mən istəyirəm Jack bilsin. Tamamlıq lazıməsinin şərti var burada. Tamamlıq lazıməsində bu sonradan gələn feili ortadakı şəxs icra eləməlidir. Bəli, maraqlı sualdır. Deməli, I want to know what they are talking about Jack. Ola bilməzmi? Yoxlaya bilər. I want to know what they are talking about Jack. Mən bilmək istəyirəm, onlar Jack haqqında nə danışırlar. Olar. Var elə bir cavab. İnşallah ki, yoxdur. Çünki olsa ki, nə düzgün cavab olacaq onda. I want to know what they are talking about Jack. Hə, düzdür, qəşəng söhbətdir. Mən bilmək istəyirəm, onlar Jack haqqında nə danışırlar. Buyuraq, 22 ilə bağlı da sualınız varsa verin, yoxsa keçək 23-ə.
Nidal cümlələri. Nidal cümlələri uşaqlar bu topluda yoxdur. Amma bu dövlət imtahan mərkəzinin nə edəcəyin bilmək olmaz da. Biliyoruz saldı çünki şöhrət okullarda var idi. Təhsil Nazirliyinin kitablarında var. Yəni düşsə düşə bilər. Yəni düşməyəcək deyə mən bunu üstündən keçmək istəmirəm. Var çıxır qabağımıza yazaq. Kimsə sıraz yazdı ki, News'un qabağına yəni niyə işlənsin ki? News sahil mühəndisində bayaqki məsələ. Dedim ha yuxarıda ki, hər sahil mühəndisinin qabağına sifət də gəlsə, yəni yazmazlar. Sonra sual cümləsi qurmuruq yazıb. Vazit olmaz. Səhv. Bunlar adamın gözünə girir də bunlar. Yəni mümkün deyil bunlar yazmaq. Deyəyin ki, qalanlar da cavabdır. İkisini tulladımsa 3 dənəsi cavabdır. Deməli, how difficult the exercise is, how-nun qaydası 3 dənə söz gəlməlidir. How-dan sonra difficult sifət, the exercise mübtəda, is xəbər və mübtəda isimlə ifadə olunubsa Z ilə işlənməlidir. Bunu götürdük. What a lovely child she was. Deməli, what-un qaydası 4 dənə söz. Lovely, sifət, mübtəda, xəbər və sayılan təkdə olan ismin qabağında artiklı, bir də orada balaca nüans var, ehtiyatlı ol. What-da artiklı sifətin qabağına keçir. How-da amma Z artiklı ismin qabağında qalır, sifətin qabağına keçir. Ehtiyatlı ol. 5-də də deməli, hərəkət feili var, danışma, o da işlənir zərflə. How, sifət və ya zərf, mübtəda, xəbər. Burada da fast hərəkətə aiddir deyə zərf. Ona görə 2, 3, 5. A bəndə cavab siz də əksəriyyətiniz A yazmışsınız. Buyuraq 24. Yenə asan məsələlərdən biri 24. Sadədir yəni. Məsələn, mənə baxan kimi 2 də variant tutulladım. 24. İnşallah ki o A-lar yazdığımız 24-cü cavabına deyil də. Nə oldu? Hələlik cavabı yazın, sonra əgər izah yazırsa, izahı saxlayın, sonra izah eləyəcəm onsuz da. Yəni vaxt çox getməsin. Deməli, belə danışaq da. As soon as-lə başlayan zaman budaq cümləsi. Biz də bilirik ki, zaman və şərt budaq cümlələrinin budaq hissəsinə gələcək zaman yazmazlar. Yəni as soon as-dən sonra mənim we, shall, to be going to və s. yazmağa ixtiyarım yox. Yəni, gələcək zaman yazmağa ixtiyarım yoxdur. Buradakı şəl getdisə, bir getdi. Düzdür? Bir olan variantda da sıralı tulluyursan, belə ki, imtahanda oturmuşsan da, biri atmış olsa təzədən qalb alınan cəyi götürməyəcəksən ki. Bunları getdi. Sonra zamanlar uzlaşmalıdır. Zaman müdazməsindən danışırsan. Qotla is beginning hərəsi bir zamandandır. Qot keçmiş sadə, is beginning ki davam edəcək. Bunlar uzlaşmır. İkində tulluyursan, düzdür? İkində getdi. Qaldım D və Y variantı arasında. Deməli, ikisində də 4-dən 6 var. Deməli, 4-dən 6-ya toxunmayacam. Onlar cavabdır. Burada cavab 3 ilə 5-i tullamalıyam. Orada da bir dənə baxan kimi də səhv var. Tək başına begun yazıblar. Zamanda begun olmur. Ya have begun, has begun, was begun belə şeylər olur. Bəli, çünki təkcə P2-dən axı zaman olmur. Ona görə 5 də səhvdir. 5 səhvdirsə avtomatik Y bəndə cavab çıxacaq. Onu da yerinə qoyub bir yoxlayacağıq. Deməli, Y bəndə cavabdırsa 3, 4, 6 nəyə toxunmadıq? Deməli, şurada bütün tutulan 3 cavabdır. İndiki ilə gələcək, indiki ilə indiki, keçmişlə keçmiş. Ən gözəl zaman uzlaşması 3, 4, 6. As soon as we get to the place, the meeting will begin. As soon as we get to the place, the meeting begins. Bir də as soon as we got to the place, the meeting began. Ona görə 3, 4, 6 cavabdır ki, zamanlar düzgün uzlaşdırılıb. Budaq hissə indiki sadə baş cümlə gələcək. Sonra ikisi də indiki sadə, ikisi də keçmiş sadə. Əla, gözəl. 24 ilə bağlı sualınız varsa verin, yoxsa keçək 25-ə. Bəli, zaman mudal cümləsində, şərt mudal cümləsində vil yasaq. Burada uşaqlar gün 113-dən bir misal var, explain to. Çünki listen to, explain to, bunların sözünüzü to. Bir də uşaqlar to, sözünü to-la məsələrin to-sunu səhv salırlar. Yavaş-yavaş o şeyləri aşaq, bu qaydaları. Deməli, did she explain to you? O sənə izah elədimi nəyi? Tamamlıq budaq cümləsi başlayacaq. Burada mənim xüsusi şərtlərim olacaq. Bəli, yazanlar var. Məsələn, biri yazıb ki, did she ilə keçmiş zamanla başlayıb, onun indiki zamanla nə iş var? Complains indiki sadə.
Üçüncü şəxsindəkində S götürür. What makes him indiki sadə. We işə gələcək. Bunları mən necə yazım keçmişə. Cavab ya adı yadı. Budaq cümlənin də şərtini desəz cavab hazırdır. İndiki olsa cəmi ola bilər. Bəli, budaq suya sual qurmazlar. Mütləq və arasında qala bilməz. Sual qurmuram ki, budaq cümlə qururam. Düzgün cavab B bəndi. Çünki budaq cümlədə cümlə quruluşu nəqli cümlə kimi olmalıdır. Sual cümləsi kimi yox. Did she explain to you why she had complained? Bəndi cavab. 26. 25 ilə bağlı sualınız varsa verin, yoxsa 26-nı izah eləyək. Buyurun deyin gəlsin 26-nı. Deməli, can you remember the meal? Yeməyi xatırlayırsanmı? Uşaq sual verir ki, hansı yeməyi? Bu 5 cavabın 5-ini də oxuyub görürəm ki, məndən təyin budaq cümləsi istəyəcək. Bayaqlar dedi ki, budaq istəyə sual qurmazlar. Ona görə D bəndi mümkün deyil. Sual cümləsi qurmuram, budaq cümlə axtarıram. Aha. A yazanlar var. İndiki bitmiş keçmiş sadənin siqnalları ilə düşməndir. Ehtiyatlı olun ha. Çox ehtiyatlı olun. Təyin budaq cümləsi siz üçün necə deyərlər, oyun oyuncaq deyil. Ağır dərsdir. B yazıblar. Budaq istəyə sual verilir, mümkün deyil. Qaldıq C ilə Y arasında budaq istəyə sual verməzlərsə Y bəndə səhvdir. Niyəsə mən cavablarda C-ni görmədim. İndi kimsə yazdı. Bəli, cavab C bəndin. Amma burada bir dənə bilirəm beynimizdə sual işarəsi var ki, nə qaldı? Cavab qaldı da mən. Bilirsiniz niyə? Yine bir dənə məsələ var burada. Mən bilirəm siz niyə C bəndini istəmirsiniz. Niyə beynimizdə C-ni tullamışsınız ki, mən C-ni necə yazım ora? Tənindiki zaman eid keçmiş. Bir şeyi unutdunuz. Burada uşaqlar, budaq cümlə növləri arasında zaman uzlaşmasında bəzi fərqlər var. Məsələn, zaman budaq cümləsində mən tənlə başlayan cümləyə buraya eid yaza bilməzdim. O düzdür. Tamamlıq budaq cümləsində keçən dəfə izah eləmişəm. Bu yəqin ki, 4-cü izahımda mən bu mövzuda. Bütödə var, bunlara girin baxın mütləq. Deməli uşaqlar, tamamlıq budaq cümləsində belə bir şey var. Əgər tamamlıq budaq cümləsi var, 25-ə baxın gözümüzün önündədir. Keçmiş zamanla başlayıbsa, indiki zamanla davam edə bilməz. O şərtdir. Amma tamamlıq budaq cümləsində indiki zamanla başlayıb keçmişlə davam etmək olar. Bu da təyin budaq cümləsindədir. Burada da yəni mən zaman uzlaşırsa axtarmıram. Bilirsiniz niyə axtarmıram? Gör nə deyir? Deyir, səhər yediyi yeməyi xatırlayırsan. Amma bizdə bir dənə misal var. Deyir, müəllim, siz falan şeyinci xatırlayırsınız. Mən dünən yediyimi xatırlamıram. Dünən yediyimi nə vaxt xatırlamıram? İndi danışa. Bu indiki zamanında. İndi xatırlama feil davam edici işləmir deyə heç mən ona davam edici demirəm. Əslində o elə indiki davam edici də düzdür. İndiki sadə düzdür. Mənaca davam edici, amma yazış sadədə orada davam edici işləmərəm. Yanlış anlaşılmasın dediyim. Yəni mən dünən yediyim, dünəndə qaldı. O keçmiş zamandır. Yəni burada zaman uzlaşmasına ehtiyac yoxdur. Ona görə o həvlər səhvdir. A'ya baxın, A tələdir, A. Məsələn, last evening-i mən bilməsəm ki, have eaten-dan düşməndir, qaçıb götürərəm. Şagirdin, abituriyentin yerinə olsam. Ehtiyatlı olun deyə şeylərlə. Qaldı ki, budaq istəyirsə olun, mümkün deyil o. Yəni, nə budaq uzun nəsə olsun. İstəyir zaman, istəyir şərt, istəyir tamamlıq, istəyir təyin. Nə budaq uzun nəsə olsun. Buyuraq, 26 ilə bağlı sualınız varsa verin, yoxsa keçə 27-yə. The grass is very long, aha, asanlaşdı. Uzunsa niyə yerlər onu? Kəsərlər. Ye bəndi. Burada uşaqlar bir dənə xırda nüans var. Onu da deyim də. Needdən sonra bilirsiniz ki, tulu məsələ də gəlir, tuzsuz məsələ gəlir, ayıncı da gəlir, digər şeylər də gəlir. İçlərində bir dənə tuzsuz məsələ gələndə ki, o adətən ya sual olur, ya inkar olur, modal feil. Orada S deyil. S-məs də biz deyirik, S ad götürmür, düzdür? Amma o ki, özündən sonra tulu məsələ gəldi, ayıncı gəldi, S götürdü və s. Bunlarda modal feil olmur. Bax, gözə nə deyir? Amma məna fərqi çıxır. Çünki mən niddən sonra, itniddən sonra tukatda yaza bilərəm. Hə, o başqa şey. Burada məna nədir? Ot kəsər yoxsa kəsilər? Ot kəsməz deyə mən orada tul məsələ yaza bilmərəm. Biri var deyirəm ki, bağın otuna bax uzanıb, mən gələyim onu kəsim. Düzdür? Mən kəsirəmsə aynı tukatit olur. Amma onun kəsilməyə ehtiyacı varsa aynıncı olur. İngiliscədə belə qəribə qeydlər var. Yəni, yeri gəlmişdi dedim.
Katın yerinə chop yazmaq olarmı? Olar, çünki o da kəsməkdir də. Düz chop adını doğramaq mənasında olur. Amma crop yazsaq daha yaxşı olar. Sonra hmm, otu biçmək var idi. Mow. İmin otu biçmək deməkdir. Mow. M-O-W. Bax, onlar daha qəşəngdir. Parafraz edəndə istifadə edə bilərsiniz. Buyuraq, 28, 27 ilə bağlı sual varsa verin, yoxsa izah edin 28-i. Deməli, inşallah burada da nitq söyləmə məsələsi var ha. Elə bildim birinə isim, birinə sifət yazılıb. Aha, mən envi paxıl deyil. Baba, ağzımı açdım, nitq hissəsini dedim, envi paxıl yazdılar. Paxıllıq. Paxıl enviyəsdir. Ehtiyatlı olun. Mən elə bildim ki, selfish yazılıb. Deyim, bu nə tər selfish sifət incası isim elə şey olmaz axı. Beşi də. Beşi də isimdir. Selfishness, xudbinlik, egoistlik, düzdür? Injustice, ədalətsizlik, vice var dövlət, envy, paxıllıq, trust, ə, trust, inam, etibar, bəli, reliance. Düzgün cavab yeməli. Kontrol B-ni vuram, ön bebəndi. Yeməli. Bəli. Buyuraq 29. Əgər 28-dən bağlı sual varsa verin. Yoxsa 29. Someone who acts in plays or films is a... Hə də. Da o nə var mı? Ada acting görən kimi cavab actor, actressdə bu. Bu rahat. Bunların içində inşallah ən qorxduğum cavab mənim artist. Çünki o rəssamdır, uşaq elə böyle ki, aktyor zatı yox. Deməli, composer, bəstəkar, musician, musiqiçi, artist, painter, bunlar rəssam, singer, müğənni, dans, rəqqas, poet, şair, writer, yazıcı. 30. People raise their hands. Bu raise yenə gəldi. Qaldırmaq nəyi? Əllərini. Deyir, şagirdlər əllərini qaldırırlar. Neyniyəndə? Deməli, they don't want to answer the lesson. Dərsə cavabı da yenə answer gəldi. F kimi söz önsüz. Hər halda bu cavab vermək istəyəndə olar da. Bu don't səhvdir burada. They whisper the right answer. Whisper baxın arasından. Cavabı fıçıldayanda. They want to ask a question. Sual vermək istəyəndə. Cavab vermək istəyəndə. Bəli. To be late for-a baxın sözünü. Dərsə gecikənlər qaldırılmaq. Hər şey aydın olanda. Ya bunlar işte bunlar günün cavablardır. Yani logic deyirsə bu məntiq də belə olmalı. Buyuraq ya 30-la bağlı. Problem yoxdur. 30-la bağlı, 30 dənə testlə bağlı və ya kənardan kimin nə sualı varsa versin, yoxdursa yavaş-yavaş yekunlaşdıraq. Yenə uşaqlar yeni dərslər çəkib qoyacam inşallah YouTube-a. Bir-iki var. Onları inşallah sözlə bağlı, sonra qrammatik qaydalardan var. Onları inşallah qoyacam, yenə qulaq asarsınız. Yenə də deyirəm, inşallah mən o ətraflı danışmasam, haşilərə çıxmasam, mən onu dərs hesab eləmirəm. Məsələn deyirəm, tutaq ki, mən burada clear görmüşəm, uşağa demirəm o nədir, o da nə oldu, o nə dərs oldu. Ona görə hər şeyi deməyə çalışıram, vaxtınızı çox alıram, üzrlə hesab edin. Amma yəni mən bunu özümə borc bilirəm, deməliyəm. Yola verdiriyəm mənə. Ona görə orada da inşallah yenə əlavə danışacağım, paylaşdığınızda baxın, dediyim kimi nömrələr yoxdursa yazın, sakranit edeyim, paylaşımlarımı görün, inşallah hər şey yaxşı olacaq. Hamınıza uğurlar arzulayıram, sualınız yoxsa sağollaşaq. Siz də sağ olun, gecəniz xeyirə qalsın, hamınıza uğurlar arzulayıram. İnşallah imtihanda da çəkdiyiniz əziyyət qədər inşallah xeyrini görəcəksiniz.